Və Allah, bu əllər ki, sən dərgahına qaldırmışıq, ilk əvvəl duamız imam-ı zamanımızın zühurun təcil elə, bağışlamamış bizi bu dünyadan aparma. İmanla, təqva ilə yaşamağı bizlərə nəsib elə. İlahi, ailədə müşkül onların müşküllərin tezliyi ilə həll elə. Xəstələrimizə tezliyi ilə şifayı acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül onların müşküllərin tezliyi ilə həll elə. Borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. Allah, o kəslər ki, xəbər göndəriblər, dua istəyiblər, o qardaş bacılarımın dualarını qəbul elə. Sıxıntıda olan möminlərimizə İmam Musa Kazım hörmətinə özlərinə fərəc, ailələrinə səbr bəxşinə. İlahi və Rəbbim, şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur elə. İşğaldan azad olunmuş torpaqlarımızda Əhl-i Beyt məclisləri qurmağı, İmam Hüseyn məclisləri qurmağı bizlərə nəsib elə.